Gəlin belə bir açılım edək, maraqlı bir açılım. Düşmənin haqqında nəyi bilməlisən? Belə deyim də, bu düşmən fərqli, belə deyim də, fərqli olur hər kəsin. Mübarizə elədiyi insan, nə bilim, rəqabət apardığı insan, düşmənçilik elədiyi insan, fərq yoxdur. Konkret bir insandan gedir söhbət və gəl baxaq, düşmənin haqqında nəyi bilməlisən? Nəyi bilməlisən? Nəyi bilməlisən? Bilməlisən ki, bu insan dəfələrlə, bəlkə də illərlə sənə daimi olaraq magiya eləyibdir. Daimi olaraq sənə bir negativ göndərməyə çalışıbdır və həmçinin bu insanı əsas narahat edən sənin maddi durumundur və sənin münasibətlə əlaqədar durumundur. Ola bilsin bu insanla bəlli bir ilişkiniz olubdur, ola bilsin bu insanla bəlli bir dostluğunuz olubdur, bir yaxınlığınız olubdur, hansısa bir bağınız olubdur bu insanla və sən bundan nə isə hiss eləyib, hər nədirsə biraz uzaqlaşmısan bu insanla, amma bu insan səndən əl çəkmir. Bu insan daimi olaraq səndən uğraşır və ola bilsin ki, bu yaxınlarda bu insan sənə bir vaxt içində, bu insandan sənə bir ağırlıq gəlibdir, bir negativ, bir magiya gəlibdir və bununla əlaqədar sənin maddi durumun biraz sıxıntıya düşübdür və yaxud da ki, səhhətinlə əlaqədar bir problem, bir sıxıntı yaşamısan. Burada bəziləriniz ayağınla əlaqədar, bəzilərinizin nə bilim, belinlə, başından, hər nədirsə bir sıxıntı konkret yaşamısan və biləsən ki, bu onun sənə etdiyi negativlə əlaqədardır. Sadəcə ola bilsin ki, sənin qoruman var, ola bilsin ki, sən daimi olaraq dualar edirsən, meditasiyalar edirsən deyə bu sənə kiçik bir xətərlə olubdur. Yəni kiçik bir anlaşılmazlıq, kiçik bir hadisə, kiçik bir belə deyim də problem olubdur. Amma onun elədiyi böyük bir iş idi. Sadəcə sənin qoruman, səni qoruyan qüvvələr var, ilahi qoruma altında da ola bilərsən, özünü daimi təmizləyə bilərsən. Hər nədirsə sənin yüngül atlatmısan. Ay sağ ol, sözü tapdım. Sən bu problemi yüngül atlatmısan. Amma bunun elədiyi böyük bir ağırlıq olubdur sənə. Daha nəyi bilməlisən düşmənin haqqında? Konkret bir düşməndən gedir söhbət. Çünki düşmənçilik elədiyin çox insan ola bilər. Daha nəyi bilməlisən? O şəxs haqqında daha nəyi bilməlisən? O şəxs haqqında daha nəyi bilməlisən? O şəxs haqqında onu bilməlisən ki, bu insan daimi olaraq səni izləyir. Bu insan daimi olaraq ya sənə baxdırır, ya səndən üçüncü şəxslər vasitəsilə məlumat alır. Hər hansısa bir şəkildə bu insan sənin hər addımından, hər hərəkətindən xəbərdar olmağa çalışır. Daha çox burada belə deyim də özünün də qüvvələri ola bilər, özündə altıncı hissləri və ya nə bilim kartdır, vergilidir, nə bilim ekstra, hər nədirsə özü də eləyə bilər və ya üçüncü şəxslərlə əlaqədar, həm özü, həm də digərləri. Daimi olaraq səni izləyir. Və belə deyim də, niyə izləyir səni? Gəl buna baxaq. Niyə izləyir də? Nədir səndən istədiyi? Niyə səni izləyir daimi olaraq? Sən axı onunla heç uğraşmırsan. Niyə səni izləyir? Həmin insan, həmin şəxs niyə səni izləyir? Çünki onun başında problem var. Onun özünün psixoloji problemləri var. Onun özü öz bədbəxtçiliyində, öz problemlərində səni günahlandırır. Niyə səni günahlandırır? Heç bir səbəb yoxdur. Sən ona heç bir pislik eləməmisən. Sadəcə olaraq belə deyim də, o düşünür ki, sənə həsəd aparır, sənə paxıllıq edir. Sənin ola bilsin ki, avtomobilin var, ola bilsin ki, sənin uğurun var, ola bilsin ki, sən işində çox uğurlusan, güc sahibisən. Hər nədirsə, bu insan sənin olan şeylərə paxıllıq eləyir. Sənin olan şeylərin özündə olmağını istəyir və özünü çox bədbəxt hiss eləyir. Onun haqqında ən vacib, ən əsas, nədən belə deyim də, xəbərdar olmalısan, nədən ehtiyatlı olmalısan onunla əlaqədar. Nədən ehtiyatlı olmalısan onunla əlaqədar. Daima özünü qorumalısan da o insandan, daima. Çünki bu insan daimi olaraq sənə bir şəkildə, səni düzdür, fiziki olaraq elə bir yaxın gələ bilmir. Fiziki olaraq sənə yaxınlığı varmı? Fiziki olaraq sən ondan əlaqəni kəsmirsən, fiziki olaraq elə bir yaxınçılığı yoxdur. Düzdür, ola bilsin bəzilərinizə qohumlarla, bəzilərinizin ailələrlə, bəzilərinizə məsələni işləyirsən göz qabağındadır, amma sən əlaqəni kəsmirsən, okey. Amma o sənə ancaq negativ göndərir, o sənə ancaq nə bilim dualarmı, hər nədirsə, yəni bu insan daimi olaraq səninlə uğraşmağa çalışır. Tamam, gəl baxaq, bəs bu insan səndən əl çəkəcəkmi? Bu insan səndən əl çəkəcəkmi? Bu insan səndən əl çəkməyə çox uzun bir vaxt sərf eləyə bilər və yaxud da ki, heç əl çəkməyə də bilər. Çünki belə deyim də, bu, yenə deyirəm, bu
takıntılı bir insandır və beynini tənə takıbdır. Yəni oturur durur səni düşünür, oturur durur sənə baxdırır, oturur durur sənə nələrsə elətdirir ki, güya mən görüm nəticəsini. Yaxşı. Belə deyək, tamamilə əl çəkməyəcəksə, bu insandan sənə ciddi bir zərər gələcəkmi? Yox, bu insandan sənə ciddi bir zərər gəlməyəcək. Ondan narahat olma. Sən, yenə deyirəm, daimi olaraq qorumadasan və hətta sən xəbərdarsan bunun elədiyindən, ona görə də özünü tez-tez təmizləyirsənmi və yaxud da ki, yəni bilirsən də ehtiyatını əldən vermirsən. Hər hansı variantlarla, hər hansı vasitələrlə olursun, ehtiyatını əldən vermirsən. Yaxşı, gəl baxaq, o özü sənə etdiklərinə görə cəzasını çəkəcəkmi? O insan olsa cəzasını çəkirdi. O insan ailə olaraq tənhadır, belə deyim də. O insan həyatda tənhadır, normal şəkildə işi dengidə deyil. Hətta hal-hazırda işləyirsə, o insan işini itirə bilər. Yəni, zorla, əziyyətlə bir iş tapıb tutaq ki, və yaxud da ki, nəyəsə özünə aid bir işi varsa, işini itirməklə böyük bir sıxıntı yaşayacaq o insan. Sənə bir vaxt əvvəl, bir ay əvvəl, bir həftə, bir gün, bir vaxt əvvəl vurmaq istədiyi zərbə onun özünə geri qayıdacaq və onun böyük bir sıxıntıları yaşanacaq. Sənin xəbərin olacaqmı onun cəzalandığından? Sənin xəbərin olacaqmı? Sən maraqlanmırsan axı, sən uğraşmırsan, amma istəsən maraqlansan, yəni ortaq tanışlarımız var. Maraqlansan bilə bilərsən onun həqiqətən də cəzasını çəkdiyini görə bilərsən. Okey, kartlar sənə nə məsləhət görür bu insanla əlaqədar? Fikrindəki bu insanla əlaqədar. Kartlar sənə nə məsləhət görür o şəxslə əlaqədar? Kartlar sənə deyir ki, daimi olaraq özünün intuisiyaya qulaq as, daimi olaraq hisslərə qulaq as və özünü qoru. Konkret olaraq kartlar sənə deyir ki, özünü qoru, çünki o daimi olaraq sənə zərbələr vurmağa çalışır, özünü qorumada saxla, ehtiyatını əldən vermə. Aldım, qəbul edim, yaz ətrafı baxım, üçünsə profildəki nömrə ilə əlaqə saxla.